Dədə balası. Bir tərəfdə Talış dağlarının mənzərəsi. Bir dənə baxma, bir dənə təkrar bir dənə baxaq ora, bir dənə bax bura, bir dənə bura, bir dənə bura, dədə balası, bir dənə bura. Bax, bir dənə Talış dağlarına bax, gördün. Bir tərəfdə bu Talış dağlarının mənzərəsi, digər tərəfdə isə Xəzər dənizinin mənzərəsi. Ortada bir dənə super villa və sizə təqdim edirik bu villanı bəndəniz Elşən İmam Əliyev. Gəlin baxaq bir dənə. Və buradan da Xəzər dənizinin mənzərəsi. Haradır bura? Yəni yaxşı baxın. Baxın bir dənə sağ tərəfə baxın. Gördünüz? Xəzər Palasın düz yanında. Düz Xəzər Palas istirahət mərkəzinin yanında. Həyəti də elə buradan bir dənə görün. Nə həyata da baxın buradan. Görürsünüz. 12 sot super səviyyəli bir dənə torpaq, müxtəlif meyvə ağacları əkilib. Hal-hazırda ümumi sahəsi 300 kvadrat metrdən ibarət olan villanın mansarındayıq. Bu mansarda əməlli başlı oğul toyu, qız toyu eləmək olar. Yəni əməlli başlı. Heç olmasa bir 50-60 nəfər burada qonaq yerləşdirmək olar. Gəlin getdik aşağıya. Gəlin getdik aşağıya. Alo. Kiye kapışan? Ha, dada balası. Sağ ve başlığı bu. Dada balası. Bax, gördüyünüz bu klassika ilə modernizmin tandemindən bir dənə neoklassik villa çıxıb meydana. Görürsünüz də, bir dənə buna bax, bir dənə bu kaminin gözəlliyinə baxın. Yəni, həqiqətən də gözəl işlər görülüb burada. Bunu gəlib gözlə görmək lazımdır. Biz tam olaraq hər şeyi videoda sizə çatdıra bilmirik. Gördüyünüz hər bir şey qalacaq. Gördüyünüz hər bir şey bu villada qalacaq. Da pərdələrinə kimi. Baxın, hər şey yüksək səviyyədədir. Bütün əşyaları falanları. Bu ikinci mərtəbədə yerləşən bir dənə qonaq otağıdır. Bir dənə bunun dəhlizinə baxın. 3-4 dənə balaca uşaq buraxırsan bura. Qaçsınlar oyuna, qaçsınlar bir yana. Atsınlar oyuna, qaçsınlar bir yana. Futbol oynasınlar. Futbol oynasınlar. Girək bir dənə bura. Yəni, özüm evlə tanış olmamışam. Ha, bir daha deyirəm, evlə hələ tanış olmamışam. Elə nədirsə ekspromptdur. Eksprompt danışıram hər bir şeyi. Bura bir dənə yataq otağıdır. Tam təchizatı yerində. Hər şeyi gözünüzlə görürsünüz. Artıq tərifə, danışığa ehtiyac yoxdur. Gəlin gedək. Gəlin gedək. Bir dənə də burada yataq otağıdır. Kiçik çarpayı var. Şkaf var. Yenə də təchizatı yerində. Tavan alçıban, döşəmə də yüksək səviyyəli, bahalı parketlə təchiz olunub. Gəlin gedək. Gəlin gedək. Bir dənə də burada otaqdır. Burada da divan falan atılıb. Qəşəng dekor verilib bura. Ağac dekoru. Belə bir otaqdır. Neçə otaq oldu? Deməli 1, 2, 3, 4 dənəsini gəzmişik. Burada sanitar qovşağıdır. İndi biraz işıqlanma zəifdir bu evdə dostlar. İşıqlanma zəifdir. Tam olaraq hər şey sizə göstərə bilmirik. İndi müştəri olar, yaxın gələr. Yaxından tam olaraq izah eləyərik. Bax, qapılarına baxın bir dənə. Görürsünüz qapılar. Amma yüksək səviyyədə bahalı əşyalardır. İndi belə şeylər satışda yoxdur ya dostlar. Bir şey sizə deyim. Bütün çılçıraqlar amma bahalı çılçıraqlardır. Baxın. Nə qaldı? Mətbəx qaldı. Görək mətbəx boşdur. Gəlin bir dənə də mətbəxə baxaq dostlar. Mətbəx də tam olaraq döşəməsi metlaqla döşənib. Tam təchizatı yerində. Soyuducusundan belə bir daha qeyd edim ki, bu evdən bir dənə belə əşya çıxmayacaq. Bütün əşyalar qiymətə daxildir. Mətbəxdən eyvana çıxış var. Böyük bir dənə eyvandır. Baxın, gözəl bir dənə eyvandır. Fikir verin. Vəssalam. Gəlin indi düşürük evin birinci mərtəbəsinə və oradan da həyətlə yaxından tanış olaq və sonda qiyməti sizə elan edeyim. Bəli, dədə balası, indi də düşürük evin birinci mərtəbəsinə. Çox böyük evdir. Birinci mərtəbəsində geniş bir dənə açıq zaldır. Birinci mərtəbədən qaraja bir dənə çıxış var. Elə çöldən göstərəcəyim sizə. Maşın oradan girir, buradan da çıxıb girirsən evə. Gəlin elə bir dəfəlik həyətə də baxaq. Bu da həyəti. Bu da həyəti. Baxın, qaraj dedim sizə.
Garaj elə buradan girişdi. Dəmir qapıdan girdin, garajdan evin ətrafına tam olaraq dövrə vurmaq olur. Burada bir dənə sanitar qovşağı var. Yüksək səviyyədə qırmızı kərpiclə tikilmiş bir villadır. Bir-iki dənə xırda işlər var da, təbii ki, indi çoxdandır bu villada yaşayış yoxdur. O xırda işlər var, onları qaydasına qoymaq lazımdır. Ona görə də bütün bunlar qiymətdə nəzərə alınıb. Bu da villanın həyətidir. Həyətində bir dənə belə naves var. Baxın, eyvana baxın. Buradan evin görüntüsünə bir dənə fikir verin. Hamısı yüksək səviyyədə təmir olunub. İndi xırda para bir daha deyirəm, işlər var, onları qaydasına qoymaq olar. Həyətdə Lənkəranın olmazsa olmazı, baxın, sitrus meyvələri, hər bir şey var burada, hər bir şey, baxın, heyvadan tutmuş. Apelsin, mandarin, limon, feyxua, nə istəyirsiniz, hər cürə meyvə ağacı var burada. Qiymət deyilir 290 min manat. Bir daha deyirəm, 290 min manat, 12 sot ümumi sahəsi olan həyətdir. 4 tərəfdən hasara alınıb. Baxın, meşənin bir dənə gözəlliyinə baxın. Bundan artıq nə istəyirsiniz? 290 min manat. Telefon nömrəmiz 050 321 45 02. Əlaqə saxla, sənin olsun. Dədə balası.